Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda tez bir vaxtda hazırlaya biləcəyiniz asan meyvəli tort reseptini sizinlə paylaşıram. Çiyələkli, şokoladlı, yumşaq, ağızda əriyən bir tort alınır. İlk hazırlayan xanımlar belə bu reseptlə tez bir vaxtda bu tortdan hazırlaya bilər. Tort üçün sadəcə biskvitin bişirməyinə vaxt ayırmaq lazımdır, krem hazırlamaq lazım deyil. Çox asan bir tort reseptidir. İndi keçək hazırlanma qaydasına. Bunun üçün əvvəlcə ərzaq qabına 3 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Üzərinə çay qaşığının ucunda az duz əlavə edib, əvvəlcə mikserlə biraz qarışdırıram. Yumurtanın üstündə biraz köpüklər əmələ gələnə qədər mikserlə qarışdırıram. Qaba 250 ml stəkanla 1 stəkan şəkər tozu götürmüşəm. Qaşıqla 10 normal xörək qaşığı şəkər tozudur. Əvvəlcə şəkər tozunun bir hissəsini əlavə edib mikserlə qarışdırıram. Qalan şəkər tozunu da əlavə eləyirəm. Yumurta ilə şəkər tozunu bir yerdə mikserlə yaxşı-yaxşı qarışdırıram. Yumurta ilə şəkər tozunu mikserlə 3-4 dəqiqə mayonez halına gələnə qədər yaxşı-yaxşı qarışdırmaq lazımdır. Yumurtalı qarışımın üzərinə 100 ml bitki yağı əlavə eləyirəm. 250 ml stəkanla 1 stəkan da süd götürmüşəm. Onu da qaba əlavə eləyirəm. Artıq mikserlə qarışdırmıram, elə çırpıcı ilə biraz qarışdırıram. Onu da qeyd edeyim ki, ərzaqlar otaq temperaturunda olsa daha yaxşı olar. Qabı qoyuram bir kənara, quru ərzaqları hazırlayıram. 250 ml stəkanla 2 dolu təpələmə stəkan un götürmüşəm. Unun üzərinə 5 qram bir paket şəkərli vanil, 10 qram bir paketdə qabartma tozu əlavə edib qarışdırıram. Un qarışımını 2 dəfədən hissə-hissə ələyə töküb ələkdən keçirdirəm. Unu ələkdən keçirdəndə onda biskvit həm yumuşaq, həm də hündür alınır. Əvvəlcə bir hissəsini ələkdən keçirdib çırpıcı ilə qarışdırıram. Qalan hissəni də süzgəcdən keçirdəndən sonra yaxşı-yaxşı qarışdırıram. Qarışdırmaq lazımdır ki, içində un topak şəklində qalmasın. Tort üçün istifadə elədiyim ərzaqların ölçülərini videonun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Belə gördüyünüz kimi nə çox bərk, nə çox yumuşaq bir xəmir alındı. Biskviti bişirəcəyim formanın yanlarına, alt hissəsinə yağlı kağız sərmişəm. Xəmirin hamısını formaya boşaldıram. Onu da qeyd edeyim ki, istifadə elədiyim formanın diametri 24 cm-dir. Spatula ilə formanın içinə yayıram. Hər yeri eyni olsun. 1-2 dəfə masaya çırpıb havasını çıxardandan sonra 180 dərəcəlik sobada 30-35 dəqiqə bişirirəm. Biskvitim artıq yaxşı pişib, çox yaxşı qabarıb. Çöplə yoxlayıram, əgər ələ yapışmırsa, deməli içi də yaxşı pişib. Qəlibdən çıxardıram. Hündür, çox yaxşı bir biskvit alınıb. Qoyuram qalır, tam soyuyur. Bu arada biskvit tam soyuyana kimi meyvələri doğrayıram. Tort çiyələkli tortdur. Onun üçün 300 qram çiyələk götürmüşəm. Saplaqları ilə bir yerdə təmiz yuyub suyunu qurutmuşam. Çiyələyi 2 yerə bölürəm. Bir hissəsini tortun içərisinə düzəcəm. Qalanını isə üstün bəzəmək üçün saxlayıram. Çiyələklər iri olduğu üçün 3 yerə bölürəm. Saplaqlarını kəsib doğrayıram. Tortun içərisinə həm çiyələkli banan əlavə edirəm. Amma siz istəsəniz tək elə çiyələklə də hazırlaya bilərsiniz. 1 ədəd iri bananın yarı hissəsini götürmüşəm. Onu da dairəvi şəkildə doğrayıram. Meyvələri də doğrayıb qoyuram bir kənara. Tortu hazırlamaq üçün
Biskvitin üstündə oyuqlar açıram. Belə bir alətlə oyuqlar açıram. Əvvəlcədən biskvitin üstündə çöp yardımı ilə işarələr qoymuşam. Belə olanda çox rahatlıqla işarələr olan yerdən oyuqlar açmaq olur. Onda görünüşü də gözəl olur. Əgər sizdə belə bir alət yoxdursa, elə işarələr qoyandan sonra elə bıçaqla da 4 yerə kəsib oyub içərisini çıxarda bilərsiniz. Biskvitdən çıxan hissələri də yığıram bir qaba. Belə gördüyünüz kimi işarələr olan yerdən oyuqlar açdım sona qədər. Təxminən 2 sm uzunluğunda oyuqlar açıram. Oyuqdan çıxan biskvitləri də bir qaba yığmışam. Onlar da ovuntu halına gətirib tortun yanını bəzəmək üçün istifadə edəcəm. Oyuqları açandan sonra biskviti bıçaqla 2 yerə bölürəm. Belə gördüyünüz kimi biskvitin içi də yaxşı pişib. Tort qaymaqlı tortdur. Krem hazırlamıram. Elə sadə üsulla 200 qram qaymağı elə biskvitin üstünə əlavə eləyirəm. Amma siz istəsəniz qaymağı biraz şəkər pudrası ilə ya da qatlaşmış südlə də qarışdırıb biskvitin üstünə çəkə bilərsiniz. Amma belə sadə də çox dadlı olur. Qaymağı əlavə eləyəndən sonra biskvitin üstünə yayıram. İstəyə görə biskviti nəmləndirmək də olar. Mən nəmləndirmədim, amma nəmləndirmək istəsəniz yarım stəkan isti suya bir xörək qaşığı şəkər tozu əlavə eləyib qarışdırandan sonra biskvitləri nəmləndirin. Onda daha da yumuşaq olur. Bir xörək qaşığı şəkər pudrası götürmüşəm. Elə qaymağın üstündən pudra şəkəri əlavə eləyirəm. Şirin sevənlər daha çox əlavə eləyə bilər. Mən 200 qram qaymaq əlavə elədim, amma daha çox qaymaqlı sevənlər 300 qram da əlavə eləyə bilər. Doğradığım meyvələrdən düzürəm. Əvvəlcə çiyələkləri düzürəm. Sonra da arada boş qalan yerlərə doğradığım bananı düzürəm. Meyvə nə qədər çox olarsa, tort o qədər də dadlı olur. Meyvəni də düzəndən sonra ikinci korju yerləşdirib əlimlə biraz üstündən sıxıram ki, ortada çox boşluq qalmasın. Tortun açıq qalan yan hissələrinə də qaymaq çəkirəm, hər yerinə qaymaq çəkirəm. Biskvitdən çıxan kəsik parçaları belə əlimlə ovuntu halına gətirmişəm. Qaymağı da çəkəndən sonra tortun yan hissələrini biskvitin ovuntuları ilə bəzəyirəm. Tort üçün bir bağlama 90 qram plitka şokolad götürmüşəm. Plitka şokoladı doğrayıb su buxarında əridirəm. O hissəni çəkməmişəm. Əridəndən sonra sıxma torbasına yığıram. Sıxma torbasından şokoladı tortun üstünə hər yerinə gəzdirirəm. İstəyə görə şokoladı glazurla, bişmiş qatlaşmış südlə də əvəz eləmək olar. Əlinizin altında nə varsa ondan istifadə edə bilərsiniz. Qalan qaymağı sıxma torbasına yığmışam, açdığım oyuqlara əlavə eləyirəm. Əvvəlcə yarıya qədər əlavə eləyirəm. Altda boşluq olduğu üçün biskvitin alt hissəsinə keçir. Sonra tam sonacan qaymaqla doldururam. Mən tortu qaymaqla hazırladım, amma İstəyə görə qaymağı yağlılığı 25%-dən yuxarı olan xama ilə də əvəz eləmək olar. Tövlükdə 400 qrama yaxın qaymaq istifadə elədim. Ayırmış olduğum çiyələklərdən elə saplağı ilə bir yerdə oyuq olan yerlərə qoyub əlimlə biraz üstündən sıxıram. Dərin olduğu üçün sıxdıqca gedir. Qaymaqlar yandan çıxanda narahat olmayın, o daha da bir fərqli görüntü verir. Çiyələklərin hamısını sona qədər oyuq açdığım yerlərə qoyub əlimlə biraz üstündən sıxıram. Tortu bu şəkildə hazırlayıram. 1 saat soyuducuda gözlətdikdən sonra artıq kəsib süfrəyə vermək olar. Fərqli görünüşlü, çox gözəl çiyələkli bir tort alındı.
Görünüşü də gözəldir, dadı da çox ləzzətlidir. Bananla bir yerdə eləyəndə dadı daha da gözəl olur, amma siz tək çiyələklə də ya qarışıq meyvələrlə də hazırlaya bilərsiniz. Asan bir tort reseptidir, krem hazırlamağa gərək yoxdur. Elə biskviti bişirəndən sonra qaymaqla çox rahat bir şəkildə bu tortu hazırlamaq olur. İçi də çox yaxşı görükür, çox gözəl bir tort alınıb. İndi çiyələyin mövsümüdür. Siz də əgər bu tort reseptini bəyəndinizsə, elə bu üsulla çiyələkli tortdan hazırlaya bilərsiniz. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, öz fikirlərinizi şərh bölümündə mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.